Hər cinahın öz ağırlığı vardı. Ancaq Talış və Suqovuşan istiqaməti həmin günlərin ən gərgin döyüş nöqtələrindən biri idi. 2020-ci il 27 sentyabrda ilk mülki şəhidlər xəbəri də məhz bu istiqamətdə yerləşən arxa cəbhədən gəldi. Bununla əlaqədar hazırlanan reportaja nəzər yetirək. ...27 sentyabr 2020-ci il. Bütün cəbhə boyu gedən əks hücum əməliyyatları zamanı Talış və Suqovuşan istiqamətində gedən döyüşlər bu yoldan keçirdi. Həmin istiqamətdə gedən döyüşlərin arxa cəbhəsi məhz bu ərazilər idi. Goranboyun Tapqaraqoyunlu kəndi, Naftalan şəhəri və Naftalanın Qaşaltı Qaraqoyunlu kəndi. Arxamda gördüyünüz kənd. Və elə həmin gün 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ilk mülki şəhidlərini verir. Uzun illər atəş altında qalan Tapqaraqoyunlu kəndinin evləri elə həmin gün bir-birinin ardınca dağıdıcı zərbələrlə mərmi atəşinə tutulur. Bu kəndin sakinləri buna baxmayaraq gündəlik həyatlarına qorxmadan davam edirlər. Naftalanın Qaşaltı Qaraqoyunlu kəndinə düşən top mərmiləri bəzi evlərdə böyük yanğınlara səbəb olur. Həmin gün bu kəndə 25 dəqiqə fasilə ilə 3 top mərmisi düşür. Sonuncu zərbə daha amansız olur. 27 sentyabr saat 17 radələrində atılan mərmi bir ailənin faciəsinə səbəb olur. 27 sentyabr 2020-ci il müharibə başlayan zaman Talış Suqovuşan istiqamətində döyüşdə olmuşam. Günüzdə mən özümdə yüngül yaralanmışdım, xəstəxanaya götürülmüşdüm. Elə orada eşitdim. Yoldaşlar mənə məlumat verdilər, gəldim, vəziyyəti gördüm. Yəni, dillə ifadə olması bir şey deyildi. Aləmin 500-ünü itirmişəm, atam, anam, həyat yoldaşım, oğlum, bir də qardaşımın qızı. O körpələr günahsız, cavan gəlin, həyat yoldaşım, atam, anam. Həmin gün Qurbanovlar ailəsindən 13 yaşlı Şəhriyar, onun anası Afaq Əmirova, əmisi qızı 14 yaşlı Fidan, babası Elbrus və nənəsi Şəfayət başqa həyətə düşən mərmi səsinə eyvana çıxırlar. Elə bu vaxt növbəti mərmi onların eyvanına düşür və faciəvi şəkildə həyatlarına son qoyur. Mən o gündə demişəm, bu gündə deyirəm, vətən sağ olsun. Mən olmazdım, başqa bir ailə olardı. Kimsə olardı, o da bizimdir. Şəhidlər hamısı bizim şəhidlərdir. Vətənimiz sağ olsun, bayrağımız həmişə ucalarda olsun. Bizə bilirsiniz necə güc qüvvət verirdi. Daha da güclənirdik, daha da irəli getmək istəyirdik. Çünki o günahsız mülklərin qanını almaq üçün. Qurbanovlar ailəsinin faciəsi müharibənin ilk mülki itkiləri kimi yaddaşlara həkk olundu. Sonraki günlərdə Tapqaraqoyunlu kəndində də bir nəfər 53 yaşlı Flora Ziyadova yaşadığı evə atılan mərmi nəticəsində şəhid oldu. Bu itkilər nə qədər acı olsa da nə ön cəbhəni, nə də arxa cəbhəni sarsıda bildi. Həmin günü ermənilər yəni dinc əhali yaşayan yaşayış məntəqələrini ateşə tuturdular ki, görək əhali qaçarmı, ordu qaçarmı. Lakin onların o əməlləri heç biri effekt vermədi. Əhalimiz yerində möhkəm dayandı və ordumuza bütün canınla, qanınla ağsaqqal, qarasaqqal, hətta məktəblilər kömək eləməyə başladılar. Müharibənin ilk günlərində Naftalan şəhər xəstəxanası hərbi hospitala çevrildi. Kəndlərlə yanaşı Naftalan şəhəri də atəş altındaydı. Cəbhədən gətirilən yaralıların ilk ümid ünvanı Naftalan mərkəzi xəstəxanası idi. Ən yaxın tibb ocağı olaraq bütün yaralılar bura gətirilirdi. İlk şəhidimizi mən heç unutmuram. O deyirəm ki, biz ilk gəldik bura. 9:00-da bax, bura ilk yaralı əskərlər gəldi. Dərhal işçilərimiz onu kömək elədilər, gətirdilər. Bax, bu birinci mərtəbədə kravata uzatdıq. Biz hamımız ona köməyə çalışdıq. Amma o həyatını itirdi, onu həyata qaytara bilmədik. Və mən onda anladım ki, doğrudan da biz müharibəyə başlamışıq. Biz möhkəm olmalıyıq. Təkcə həkimlər yox, sadə insanlar da bu ağır günlərdə dəstəyini əsirgəmirdi. Xəstəxanada könüllü işləyənlər, əskərlər üçün yemək gətirənlər, gecəsini gündüzünü yaralıların yanında keçirənlər vardı. Bu həmrəyliyin adı xalq və ordu birliyi idi.
Həmin gündən başladılar yaralı əskərləri əməliyyat eləməyə. İzdiham burada biz sizinlə böyük idi. Bütün əhali gəlirdi, hər cür köməyə hazırıq deyirdilər. Artıq bir zəngin çox təkrar olunduğunu gördükdən sonra deyirdim, bəlkə sözü var. Açırdım, deyirdi ki, doktor biz sizi narahat edirik ki, bəlkə çöldən bir nəyəsə kömək lazımdır. Siz orada içəridəsiz, hər gün oradasınız, kömək eləmək istəyirik. Nəyə ehtiyac var? Yəni belə müraciət